Rəşad müəllim, bir dərsimizdən bir alıntı var idi. Qoyun qığının hökmü ilə bağlı. Bu sosial şəbəkələrdə çox yayıldı, məşhurlaşdı, hətta biraz məzəmmət olundu. E, Yəni insanlar səhv başa düşdülər. Bu məsələ ilə bağlı istəyərdim soruşum ki, yəni orada qəsd olunan nə idi? Səhv anlaşılan nə idi? Allah razı olsun qardaşım. Bu məsələ barəsində biz bir neçə dəfə açıqlama, izah vermişik. Lakin Allah subhanahu və teala kimin fitnəsini istəyirsə azmasını, onun qarşısını heç kim ala bilməz. Allah kimin fitnəsini istəyirsə, azmasını istəyirsə, Allah kimi azdırırsa, onu heç kim doğru yola gətirə bilməz. Bir insanın ki, qəlbi xarabdır, çirklidir, mundardır, o həmişə mundar olaraq qalacaq. Sən nə qədər açıqlama, izah versən də. Mən burada oturum, izah eləyim, danışım. Bunu demək istəmişəm, bunu demək istəmişəm, bunu demək istəmişəm, orada bu qəsd edilmir, orada bu qəsd edilmir. O insanlar üçün heç bir fərqi yoxdur. O insanların ki, əsas sosial şəbəkədə paylaşılsın, istehza eləsin, ələ salsın, lağlağaya qoysun və baxış sayı toplasın, like toplasın. O insanlar da bu cürdür. Bu insanları heç cür razı salmaq mümkün deyil. O ki qaldı məsələnin özünə, məsələnin özü tam başqadır. İnsanların insanlara təqdim etdiyi, göstərdiyi tam başqa bir şeydir. Dərslərimizin birində qardaşlar soruşdu və mən cavab verdim bu məsələ ilə bağlı. Və dedim ki, şəriətimizdə o heyvanların ki, əti yeyilir. Özdə bir məsələni qeyd edim, cavab verməmişdən qabaq. Bu məsələ şiə-sünni məzhəbi arasında fikir ayrılığı olmayan məsələdir. Yəni, bəzi məsələlər var, necə bilirsiniz, əhkamlar, fiqhi əhkamlarda, məsələn, sünni məzhəbində bu cürdür, şiə məzhəbində, əhkamlarda, fiqhində, şiə məzhəbinin fiqhində başqa cürdür, sünni məzhəbinin fiqhində başqa cürdür. Bu cür ayrılıq olur məzhəblər arasında, əhkamlarda. Lakin bu elə bir məsələdir ki, bütün müsəlmanlar ittifaq eləyiblər. Mən bilmirəm, o ələ salanlar ateistdilər, yəni xaindilər, bilmirəm, onlar Allahın düşmənidirlər, yoxsa nədirlər, yoxsa müsəlmandılar. Bu məsələ müsəlmanlar arasında ittifaq olan məsələdir. O heyvanların ki, İslam dinində, o heyvanların ki, əti yeyilir, onların, üzr istəyirəm, sidiyi, qanı, nəcis sayılmır, nəcis hökmündə deyil. Yəni, birdən sən bir dana kəsirsən, inək, qəssabsan, yaxud qoyun. Kəsən vaxtı qoyunun qığı, yaxud qanı, yaxud sidiyi dəydi sənin bədənivə, yaxud paltarıva. Düzdür? Həmin o sidiyi nəcis hökmündə deyil. Sən birdən o paltarla namaz qılmaq istəsən, namaz qılsan, namaz səhihdir. Yaxud namaz qıldığın yerə düşsə, o sidiyi, qan, yaxud misal üçün hər hansı bir kəsən vaxtı. Düzdür? Həmin o, sənin namaz qılan vaxtı sənin yerin təmiz olmalıdır nəcisdən. Yoxsa namaz sayılmır, paltarında nəcis varsa, bədənində nəcis varsa, sən o elə namaz qıla bilmərsən, şərtdir təmizlənəsən. Düzdür? Burada bu nəcis sayılmır. Sözümün canı budur. Sözün canı, bu bütün İslam fikrində bu cürdür. Bütün İslam fikrində və ağıllı insanların ağlında əqlən bu cürdür. Sən, məsələn, qoyun kəsirsən, inək, qandır, dəyir sənə, yaxud sidiyidir, yaxud nəcisidir, qığı deyirlər, dəyir. O, nəcis hökmündə olmur. Məsələn, sən nəcis dəysə əlivə, sən dərhal gedib onu görə yuyasan, sənin üstündə nəcis var. Amma o dəysə, o nəcis sayılmır. Biz bunu cavab vermək istəmişik. Bu, əti yeyilən heyvanların nəcisinə aiddir. Lakin bunlar necə başa düşürlər? Bunlar deyiblər ki, Rəşad Hümbətov deyir ki, əgər nəcis sayılmırsa, onu yemək olar, belə çıxardıblar. Bunların ilzəminə bax, istinbatına bax. Bir insan ki, fitnə istəyir, bir insan ki, insanları güldürmək istəyir, bir insan ki, ələ salmaq istəyir, o buradan rahat istədiyi şeyi çıxardacaq, istədiyi kimi başa düşəcək. Bir halda ki, deyir, nəcis sayılmır, görürsən, deyir, qoyunun sidiyi nəcis deyil, bunlar deyirlər ki, qoyunun sidiyini içmək olar. Subhanallah. Nəcis deyil, mənası nədir? Biz nə demək istəmişik? Nəcis deyil, sən nə demək istəmirsən?
Biz bunu demək istəmişik, lakin insanlar başqa cür, başqa səmtə yönəldirlər. Biz onlara bir şey demirik. Biz deyirik Allah Subhanahu va Taala onları hidayət eləsin. Əksəriyyəti dinsiz insanlardır. Bəziləri də dinli insanlardır, müsəlmanlar. Öz məzhəblərində xəbəri yoxdur. Özü də buna razıdır. Həyatda tətbiq eləyir özü də bunu. Lakin sənin sözünü başqa cür başa düşür. Görürsən, subhanallah, bəzi insanlar ümumiyyətlə ehtiyacını ödəyəndə bayıra çıxanda üzr istəyirəm. Sidikdən təmizlənmir, nəcisdən təmizlənmir. Necə ehtiyacını ödəyib, belə də durub çıxıb gedir. Yaxud məsələn, bütün günü it əti, donuz əti, mundar ətləri yeyən adamdır. Danışanda bizim sözlərimizə irad tutur, bizi ələ salır. Gör kim danışır, nə danışır. Qoyun, qığı deyən adamların əksəriyyəti ayaq yolunda təmizlənməyən adamlardır. Həmin o nəcisli paltarda fırlanan insanlardır. Görürsən, gəlib bizlərə eyib tutur.